Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində nazirlərin iclası keçirilib. Nazirlərin toplantısı zamanı Meksika nümayəndəsi Azərbaycana WUF 13-ü yüksək səviyyədə təşkil etdiyinə görə Meksika hökuməti adından təşəkkür edib. O qeyd edib ki, forum çərçivəsində irəli sürülən təşəbbüs və təkliflərin gələcəkdə reallaşdırılacağına əmindir. O bildirib ki, inklüzivlik və insanların qərarvermə proseslərində mərkəzi şəkildə təmsil olunması dayanıqlı inkişafın əsas amillərindən biridir. Onun sözlərinə görə, heç kəsi geridə qoymamaq prinsipi bu istiqamətdə əsas yanaşma olmalıdır. Bugün beynəlxalq müzakirələr mənzil hüququna iki fərqli yanaşmanı əks etdirir. Birinci yanaşma, mənzili fundamental insan hüququ kimi qəbul edir və dövlətlərin bu hüququ təmin etmək məsuliyyətini daşıdığını nəzərdə tutur, deyə o qeyd edib. Sudandan olan nümayəndə WUF 13 çərçivəsində keçirilən nazirlər iclasındakı çıxışında bildirib ki, WUF 13 xalqlarımız üçün mühüm əhəmiyyət daşıyır və icraedici mexanizmlərin gücləndirilməsi baxımından böyük fürsət yaradır. Biz xüsusilə bu imkanın təhlükəsiz və dayanıqlı şəhərlərin qurulması şüarı altında keçirilməsini yüksək qiymətləndiririk. Bu şüar Sudan xalqının yaşadığı reallığı əks etdirir. Sudan hazırda ağır humanitar böhran yaşayır. Bu böhran silahlı qrupların törətdiyi dağıntılar nəticəsində daha da dərinləşib. Dağıntının miqyası ölkənin imkanları üçün böyük çağırış yaradır və dayanıqlı şəhər inkişafı prosesini çətinləşdirir. Bununla belə, Sudan hökuməti normal həyatı bərpa etmək və ölkəni yenidən qurmaq istiqamətində fəaliyyətini davam etdirir. Qardaş və dost ölkələrin, eləcə də beynəlxalq texniki təşkilatların dəstəyi ilə əsas xidmətlərin bərpası üçün layihələr həyata keçirilir. Bu layihələr xüsusilə geri qayıdan vətəndaşların yaşadığı ərazilərdə su, elektrik və digər əsas xidmətlərin yenidən təmin olunmasını əhatə edir deyə o əlavə edib. Mənzil məsələsinə gəlincə, o bildirib ki, Sudan rəhbərliyi və aidiyyəti qurumlar gənclər üçün 1 milyon mənzilin tikintisini nəzərdə tutan təşəbbüs irəli sürüblər və bunun yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılır. Slovakiyadan olan nümayəndə bildirib ki, yeni şəhərsalma gündəliyi bizə mühüm bir mesaj verdi. Şəhər inkişafı yalnız infrastruktur, binalar və məkan planlaşdırılması demək deyil. Bu, hər şeydən əvvəl insanlarla, onların xidmətlərə, ictimai məkanlara və keyfiyyətli həyat imkanlarına çıxışı ilə bağlıdır. Slovakiyada biz ərazi inkişafına daha inteqrasiya olunmuş yanaşma istiqamətində mühüm addımlar atmışıq. Strateji planlaşdırmanın, inteqrasiya edilmiş investisiyaların və dövlət, regionlar ilə bələdiyyələr arasında əməkdaşlığın rolunu gücləndirmişik. Milli prioritetlərlə ərazilərin real ehtiyacları arasındakı əlaqə yeni şəhərsalma gündəliyinin uğurlu icrası üçün əsas şərtdir, o qeyd edib. Slovakiyalı nümayəndə hələ də bir çox problemin qaldığını vurğulayıb. Nuray Qədirli, Xaliq Babayev, APA TV.